Salam, mən Banu Əlişova. Mən Digital SAT imtahanından 1460, 680 verbal, 780 maths və TOEFL-dan 101 nəticə göstərmişəm. Bu gün mən SAT-yə hazırlaşan şagirdlərə bəzi tövsiyələrimi vermək istəyirəm ki, ballarını necə artıra bilərlər və özüm necə hazırlaşıb 1460 toplamışam. Birinci olaraq bunu vurğulamaq istəyirəm ki, siz əgər SAT-yə başlamaq istəyirsinizsə, 11-ci sinifə saxlamayın. Çünki 11-ci sinifdə siz başlasanız, SAT-dən qabaq pre-SAT-yə hazırlaşmalısınız və bu da sizin ən azı 2-3 ayınızı sərf eləyəcək verbal və maths bir yerdə olaraq. Ona görə mən də bunu eləmişdim, 10-cu sinifdə başlayın SAT-yə. Çünki beləliklə sizin daha çox vaxtınız olacaq hazırlaşmağa. Mən məsələn 10-cu sinifdə başladım, artıq 11-in ortalarında bitirmişdim SAT-ni. Yəni son dəfə dekabr imtahanında iştirak eləmişdim və bundan da əlavə 11-ci sinifdə DIM, TOEFL, IELTS, Duolingo və hətta blok imtahanına hazırlaşan uşaqlar olduğu üçün sizin üçün çətin olacaq SAT-yə hazırlaşmaq 11-ci sinifdə. İkinci olaraq bunu demək istəyirəm ki, şagirdin balının artması üçün öz üzərində çalışmalıdır. Mən də əvvəllər elə fikirləşirdim ki, müəllimənin verdiyi vəsaitlə mən qane olacağam, amma elə deyil. Siz əlavə çalışmalısınız. Mən məsələn imtahandan qabaq belə çalışırdım. Səhər kursa gedib yazdığım sualları müəllimə ilə müzakirə eləyirdim. Sonra dərsə qoşulurdum. Dərsdən çıxandan sonra əgər vaxtım olurdusa, Elnur müəllimin kursuna gəlib məhz testləri yazırdım, sınaqları. Ondan sonra evdə bunu davam eləyirdim. Əlavə sınaqlar tapırdım, müəllimələrindən deyirdim ki, mənə əlavə sınaqlar açsınlar. İnternetdən tapırdım. Yəni müxtəlif yollarla sınaqlar tapıb onları işləyirdim və bundan da əlavə söz də öyrənirdim mən. SAT-də söz öyrənmək əsas da verbal hissəsində çox önəmli bir şeydir. Çünki söz öyrənəndən sonra siz mətni daha rahat başa düşəcəksiniz və bundan da əlavə söz sualları olanda siz artıq rahatlıqla həmin sualları yaza biləcəksiniz.